Öz halını birdən ona dək qiymətləndir. 9. 9 yaxşıdır. Bəs sən? Məncə 9. Siz uşaqlar düşünürsünüz ki, o qədər də ağıllısınız. Bəli, elə düşün. Yaxşı, o zaman asanlardan başlayaq, sonra da getdikcə çətinləşdirək. Deməli, birinci sual, asan. Yaşın neçədir? 21. 21. Bəs sənin? 23. Əgər siz uşaqlar 10 il bundan əvvəl doğulsaydınız, yaşınız neçə olardı? Məncə 11. 11. Bəli, 11. Aha, mükəmməl. Bəs sənin? 13. Maraqlıdır. Deyirlər ki, ağlayır, amma ilk sualda özlərini buladılar. Yaxşı, düşünün. Sənin 21 yaşın var. Doğru. Demək 10 il bundan əvvəl doğulsaydı neçə yaşın olardı? Məncə 11. 11. Hələ də 11. Bəli. Məmələnmə. Sən də 12 deyirsən. Tamamilə hə. Əminsən. Okey, gəlin sizin üçün sualı biraz asanlaşdırım. Siz dünən doğulsaydınız, neçə yaşınız olardı? 20. Ay Allah. Bəs sənin? 22. Siz sualı dinləyirsiniz yoxsa yox? Axı bu o qədər asandır. Mən cavablandırdım. Əgər sən dünən doğulsaydın, bugün neçə yaşın olardı? Hə. 20. Yaxşı. Yo, məncə bu ölkənin havasında bir problem var. Bu ölkədən sən yaxşı 21. İndi neçə yaşın var? 21. Və sən düşünürsən ki, yo. İndi sənin 21 yaşın var. Sən dünən gecə də olsaydın, 21 yaşın olardı. Yəqin ki 20. Siktir. Heç sən nə deyir? Sən oradan tapırsan mən. Yaxşı. Daha necə asanlaşdırmaq olar mı? Əgər dünən uşaq olsaydılar, bugün neçə yaş olardı? Uşağın 12.